Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin sədri Hicran Muradov demək 200-dən artıq müraciət olunmuş iddia ərizəsini demək məhkəmə icraatına qəbul etməyərək saxtakar edib gizlədib və əhali şikayət edəndən sonra və bunu üstü açılandan sonra təzədən bir icraata verib. İstəyirdi ki, yenə saxtakarlığıyla hissə eləsin və çox iş tökülməsin üstünə. İndi bəllidir da, Naxçıvanda uzun müddətdir ki, həllini tapmayan məhkəmə sistemində problemlər çoxdur. Əsasda bu inzibati məhkəmədə 14 ildə adam orada inzibati məhkəmədə işləyir, 14 ildir və bizim problemlərimizin əsas yaranmasının səbəbi də ondandır ki, bu əvvəlki suverenliyimizdən öncəki Naxçıvanda problemləri həll eləsəydi və vurulmuş dəymiş zərərlər vaxtında həll olunsaydı, Hicran Muradov bugün küləməyəcəkdi. Yəni Hicran Muradov bu boyda problemli işləri qoyub qaçmaq istəyirdi, kimisə üstünə buraxmaq istəyirdi bu boyda məsələləri və saxtakarlığın yekəsidir. Çünki 15-ci hazırlıq məhkəməsidir, artıq mənim də məsələmdə 3 ilə yaxındır mənə də süründürməçilik eləyir və yuxarıdan göstəriş gözləyir. Özün dediyinə görə mənə göstəriş versinlər, mən məsələn həll edeyim. Bir dənə də saxtakarlığını deyim ki, adam fond adı ilə bütün işlərdən 20 manat dilənçiliklə pul yığır. Yəni bu adam saxtakarın yekəsidir və saxtakarına inşallah da göydə Allah, yerdə də qanunlarımız səni cəzalandıracaq Allahın köməyi.